bədnəzər varmı? Eləmi? Bədnəzər varmı? Peyğəmbərin kəlamlarında aydın yazılır ki, Allahın taxt altında çoxlu xəzinələri var. Bu xəzinələrin də açarı şeir dilidir. Nizami də bütün şairlərin, müdrik kitabların sinəsinə açardı. Bunlar açarlar var burada çoxlu. Bu dastanlarda dünya sirrindən çox xəzinə açarı gizlətmişəm mən. Hər kəsin əlində olsa bu açar, bir çox xəzinələr, tilsimlər açar. Xəzinəni açmağa açar gərəkdir, açar. Açılmaz xəzinələri şairlər sözlə açar. Gördün, birbaşa Peyğəmbərin kəlamını təsdiq etdi Nizami. Elə deyilmi? İndi həmin xəzinələrdən 7 xəzinə vardır bu kəşanə içində, 7 əfsanə yatır. Bu əfsanə içində çadırdadır gözəllər, üzlərinə güləndir, ömrün neçə baharı üzlərinə güləndir. Yəni, bu Nizaminin sinəsində 7 xəzinənin gizli, səpkili şəkildə saxlandığını deyir. Həmin onlardan da biri məhz Allahın varlığını açıqlayır. Deyir, İncildə deyir ki, əzəli həyatda olan nur sonradan civə şəklində parçalanaraq insanların ruhuna çevrilib. Ruh haqda Quran açıqlama vermir. Amma İncil onu çox gözəl incəliyir və civə sözü Nizaminin sinəsindən ora gedir. Çünki orada deyir ki, əzəli həyatda olan nur sonradan insanların ruhuna çevrilib. Necə? Nizami deyir. Səxavət çeşməsindən əli civə səbəbdir. Bir yerə yığmaq olmaz. Bəli, civə səbəbdir. Civəni bitişdirirsən, insanı bir-birinə bitişdirməzsən. Ruh, biz canlı məbədlərik, o bizi hərəkətə gətirəndir və bizi bir-birimizə bitişdirmək olmaz axı. Amma civə bitişir. Nizami bunu belə qələmə gətirir. Ülvü məqsəd üçündür göz qulağı bəşərə. Öz gözü, öz qulağı Rəbbin göz qulaqdır bəşərə. Qəlbi yanan ocaq tək ürəkdə od yandırar, bağrı yanan şam kimi ciyarlar odlandırar. Deməli, sən bir səhv edirsənsə, Allah Taala ruh içərdən sənin bir yerini beləcə vurur. Səni ya sancılandırır, ya bağırsağını vurur, sancılandırır, ya ödünü incidib səni pristof verdirir, ya təzyiqini qaldırır, onu, o cəzanı sənə içindən ruhun verir səhvinə görə. Sən deyirsən bədnəzər. Kimdir bədnəzər? Ülvü məqsəd üçündür göz qulağı bəşərə, öz gözü, öz qulağı, göz qulaqdır bəşərə, Allahın. Sən kimə bədnəzər dedin, bilirsən? Sən Allaha şər atırsan. Əslində sən hardasa səhv edibsən, bundan da əziyyət çəkirsən, deyirsən gözə gəldi. Bədnəzərin gözünə gəldi. Amma o baxışdan baxan nurun Allahın zərrəsi olduğunu anlamırsın. Başa düşdünmü? Varlığına varsa da hanı olduğu dərgah. Allah ola bilməzdi yeri bilinsə hərgah. Qüdrətini danma ki, kafirlik xamlıq olar. Yerini axtarma ki, o da avvamlıq olar. Varlığında bilməsən, var mı, yox mu xəzinə, sındırmasan tilsimi
nur saçar mı xəzinə? Bədənin ovxalanan bir ovuc gildir sənin. Əzəl gündən sirdaşın yalnız könüldür sənin. Könül, ruh, can. Gildən falcıqdan. De yorular mı səncə? Gildən insan düzəlsə onun qəlbi olar mı səncə? Tapdığın hər incini sinənə taxmaq nədir? Ondan gözəl inci var, axtar ki sinəndədir. Allah sənin qəlbindədir. Quran nə deyir? İnsan öz daxilində Rəbbi ilə tək qalır, qulaq qəlbə yaxın olur. Gid o sual indi qəlbində Allahına ver ki, bədnəzər var mı? Mən izah etdim. Vəssalam.